Bismillahirrahmanirrahim. Mübarek Ramazan ayının 14. günün duası. Allahümme la tuahizni fihi bil esarati ve agilni fihi minel hataya vel hafavati ve la tec'alni fihi garazen lil belaya vel afati bi'izzetike ya izzel muslimin. 14. günün duasının tərcüməsində belə buyurulur ki, İlahi, bugün səhvlərimə görə mənə qəzəblənmə. Bugün xətalarıma göz yum. Məni bəla və afətlərə hədəf etmə. İzzətinə an verirəm. Ey müsəlmanlara izzət bəxş edən Allah. 14. günü müstəhəb namazları 6 rükətdir. Hər rükətdə bir həmd 30 Zəlzələ surəsi oxunur. Bütün müstəhəb namazlar 2 rükətli qaydada qılınır. Dualarınızda bizləri unutmayın.